Erməni alimləri bu məsələni həmişə yan keçirlər. Erməni alimlərindən soruşmayın ki, niyə onların xalqının böyük bir hissəsi türk mənşəli soyadlar daşıyır? Ermənilərin türklərə, o cümlədən Azərbaycan türklərinə qarşı olan nifrəti heç bir məntiqi və ya tarixi izahla izah etmək mümkün deyil. Bu qədər nifrət haradan gəlir? Beyni yuyulmuş və kütləvi informasiya vasitələri tərəfindən təsirlənmiş erməni xalqı deyir ki, türklər 1915-ci ildə atalarımızı qətlə yetirdilər. Lakin ermənilərin türklərə və azərbaycanlılara qarşı düşmənçiliyi söhbəti açılanda ilk baxışdan qəribə bir sual ortaya çıxır. Necə oldu ki, ermənilər tərəfindən regiona gəlmə və köçəri hesab edilən azərbaycanlılar və türklər erməni soyadları daşımır? Əksinə, ermənilər türk və azərbaycanlı mənşəli soyadlar daşıyır. Məntiq göstərir ki, nə qədər qədim xalq olsa, qonşularına bir o qədər çox təsir göstərir. Əksinə deyil. Yəni Azərbaycanlılar və türklər ermənilərə soyad verməli deyildilər. Əksinə, erməni kimi qədim bir xalq köçəri və özünə məxsus heç nəyi olmayan türklərə və azərbaycanlılara soyad verməli idi. Rəsmi erməni elmi və sadə ermənilər inanır ki, türklər və azərbaycanlılar bu torpaqlara ermənilərdən çox sonra gəliblər. Amma hər şey yenə Ermənistanda olduğu kimi baş verdi. Yəni məntiqə zidd olaraq. İndiyə qədər kimsə eşidibmi ki, hansısa etnik türk və ya azərbaycanlı erməni mənşəli soyad daşısın? Əlbəttə ki, yox. Amma ermənilərin türk mənşəli soyadlar daşıdıqları nümunələr isə saysız hesabsızdır. Ən məşhur erməni soyadlarından bəzilərini təhlil etməzdən əvvəl demək lazımdır ki, ermənilər öz soyadlarının türk mənşəli olması məsələsindən çox qorxurlar. Onlar bu mövzudan ümumiyyətlə qaçırlar. Alimlər bu məsələni yan keçirlər. Onlar üçün belə bir sual ümumiyyətlə yoxdur. Erməni alimlərindən soruşmayın ki, niyə onların xalqının böyük bir hissəsi türk mənşəli soyadlar daşıyır? Onlar sizə heç bir aydın cavab verə bilməyəcəklər. Qəribə bir vəziyyət yaranır, elə deyilmi? Ciddi bir problem mövcuddur, amma heç kim bu problemi həll etmək fikrində deyil. Ermənilər bu problemi görmək istəmirlər və qürurla türklər və azərbaycanlılar tərəfindən verilən soyadları daşımağa davam edirlər. Məşhur insanlardan başlayaq. 10 il Ermənistanın prezidenti olmuş Robert Koçaryan Dağlıq Qarabağda, yəni Azərbaycan Respublikasından çıxmışdır. Bu adamın soyadı Azərbaycan və türk dillərindən tərcümədə köçəri deməkdir. Yeri gəlmişkən rus dilindəki kaçevnik sözü və onunla eyni sözdən olan kaçevoy, kaçevi kimi sair sözlər də türk dillərindən rus dilinə keçmişdir. Koçaryan soyadı göstərir ki, bu nəsil Dağlıq Qarabağda heç vaxt oturaq həyat sürməyib. Köçəri həyat, köçmək, sürgün kimi sözlər bu soyadın mənasını açır. Onlar köçəri həyat sürüb, sonra Dağlıq Qarabağda məskunlaşıblar. Nəticədə Koçaryanlardan biri Ermənistanın prezidenti olub. Məşhur rus aktyoru Armen Cixaryanın soyadı erməni mənşəli olsa da türk dillərindən tərcümədə ciyər deməkdir. Azərbaycan dilində də bu söz ciyər kimi istifadə olunur. Rusiya televiziya kanallarında tez-tez görünən böyük rus patriotu Semyon Arkadyeviç Baqdasaryan öz soyadının sonunu dəyişdirərək Baqdasarov etmişdi. Lakin onun nasist mahiyyətini dəyişmək isə mümkün deyil. Özünü rus patriotu kimi göstərən Baqdasarov rus ictimaiyyətini Türkiyə və Azərbaycana qarşı həmişə qızışdırmağa davam edir. Baxmayaraq ki, bu çirkli və əxlaqsız sahədə heç bir əhəmiyyətli nəticə əldə etmək ona nəsib olmadı. Beləliklə, Baqdasaryan soyadını erməni dilində heç cürə izah etmək mümkün deyil. Azərbaycan və türk dillərinə gəldikdə isə bu rus patriotunun erməni mənşəli soyadı iki hissəyə ayrılır. Bağ və sarı. Bağa sarı, bağa doğru, bağ istiqamətində bir sözlə bağban. Karen Georgiyeviç Şahnazarov. Çoxsaylı, layiqli və maraqlı filmlər çəkmiş kino rejissor. Şahnazarov soyadı da iki hissəyə ayrılır. Şah və nəzər, yəni şahın nəzəri altında olan adam. Məşhur rus aktyor Aleksandr Adabaşyan, o Usta və Margarita serialında Berlioz rolunda oynamışdır və bir çox izləyici tərəfindən də sevilmişdir. Adabaşyan soyadı da iki Azərbaycan və türk sözündən ibarətdir. Ada və baş, yəni adanın başı və ya adanın rəhbəri. SSR və Rusiya alimi
Tədqiqatçı Artur Nikolayeviç Çilingarovun soyadı da yalnız Azərbaycan dilində izah oluna bilər. Çilingar, yəni Azərbaycan dilində çilingər, yəni sözün mənası dəmirçi deməkdir. 1999-cu ildə Ermənistan parlamenti terrorçular tərəfindən hücuma məruz qalmışdı və atəşə tutulmuşdu. Həmin qanlı hadisə nəticəsində çox məşhur erməni siyasətçiləri Vazgen Sarkisyan və Karen Demirçyan da həlak olmuşdular. Sarkisyan soyadı yeri gəlmişkən 2018-ci il inqilabı nəticəsində devrilən Ermənistan prezidenti Serj Sarkisyanın da soyadı idi. Bu soyad iki sözə ayrılır: sarı və qız, yəni sarı qız və ya sarı gəlin. Demirçyan soyadı isə Azərbaycan və türk dillərində dəmirçi deməkdir. Məşhur Amerikalı model Kim Kardashian'ın soyadı da o cümlədən Azərbaycan və türk dillərindən götürülüb. Qardaş sözü isə əlavə izah tələb etmir. Məşhur Rus televiziya və kino prodüseri Robert Dijdeşyanın soyadı isə iki eyni sözə bölünür. Diş, yəni Azərbaycan dilində diş, yəni diş-dişə və ya dişli. Allahverdiyan və ya Alaverdiyan soyadı da Azərbaycan mənşəlidir və iki hissəyə ayrılır. Allah və verən, yəni Allah verən. Ermənistanın keçmiş Xarici İşlər Naziri Eduard Nalbandyan daşıdığı Nalbandyan soyadı sırf Azərbaycan mənşəlidir. Nalban sözü Azərbaycan dilində nalbənddir, yəni at nalı düzəldən və ya taxan usta deməkdir. Maraqlıdır ki, Eduard Nalbandyanın atasının adı Aqvanoviçdir. Aqvan sözü isə qədim Albaniya dövlətinin və xalqın adlarından biridir. Albaniya Azərbaycan ərazisində yerləşən tarixi bir dövlət idi. Bu siyahını davam etdirməyin heç bir mənası yoxdur. Çünki hansı erməni soyadını araşdırırsaq, onun Azərbaycan və ya türk mənşəli olduğunu görərik. Buna baxmayaraq, izah etmədən bir neçə nümunə çəkmək olar. Məsələn, Adamyan, Muradyan, Dalakyan, Vermişyan, Sarıxanov, Çikmikcan, Adilxanov, Aslanyan, Suvaryan, Arzumanyan, Zərgəryan və daha çoxları. Maraqlı bir soyad da İskəndəryandır ki, bu soyadda tez-tez ermənilər arasında rast gəlinir. Bu formada, yəni ad İskəndər, Azərbaycanlılar arasında yayılmışdır. Aydındır ki, bu ad Yunan mənşəlidir, amma ermənilər özlərini Aleksandriyan deyil, bu Yunan adının Azərbaycanlıların mənimsədiyi şəkildə İskəndəryan adlandırıblar. Təsəvvür edin, Aleksandr İskəndəryan. Ermənilər türk soyadlarını, adlarını, mətbəxini, rəqslərini, geyimlərini mənimsəyiblər. Yerli türk Azərbaycanlı əhaliyə bənzəmək istəyiblər. Oğurluq mentaliteti bu regiona yad olan erməni irqinin Qafqazda özünü yerli kimi qəbul etdirməsinə həmişə mane olub. Onlar yerli, o cümlədən türk xalqlarının torpaqlarına həmişə göz dikiblər. Onları ələ keçirmək istəyiblər.